Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sərhədlərin delimitasiyası prosesi zamanı İrəvan, Bakının nəzarəti altında olan suveren ərazilərini geri qaytarmalıdır kimi sərsəm bəyanat verib. O, bu barədə Telegram kanalında yazıb. İndi hər kəsi bu sual maraqlandırır. Paşinyanın bəyanatı sülh prosesinə necə təsir edəcək? Sülhün kövrək addımları eşidildiyi bir məqamda köhnə düşüncələrin küləyi yenidən əsir. Yaxın tarixdə müharibənin acılarını yaşayan bir regionda indi də Paşinyanın kənd istəyi yenidən aranı qarışdırmağa yönəlib. Ermənistan baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhədlərin delimitasiyası prosesi zamanı İrəvan Bakının nəzarəti altında olan dırnaqarası suveren ərazilərini geri qaytarmalıdır kimi ifadəni işlətməsi də elə deyilənləri isbatlayır. Azərbaycanın öz ərazisindən Ermənistana tranzit yüklərinin daşınmasına qoyulan qadağanı aradan götürülməsi sülh prosesinə, ümumiyyətlə Vaşinqtonda əldə olunan razılaşmalara sadiqliyini təcəssüm edir. Təəssüf ki, Ermənistan rəhbərliyi tərəfindən eyni qətiyyətli yanaşma sərgilənmir. Ermənistan liderinin indiki həssas belə bir məqamda bu cür çıxış etməsi son mərhələdə olan sülh prosesi ilə adekvatlıq təşkil etmir. Siyasi təhlilçilər onda deyirlər ki, Ermənistan baş nazirinin bu açıqlaması daxilə hesablanmış bir mesaj da ola bilər. Kimsəyə sir deyil ki, Ermənistanda siyasi böhran var və hakimiyyət uğrunda savaş seçki öncəsi idarə olunmaz həddə qədər gedib çıxa bilər. Buna görə də Paşinyan bu kimi mesajları verməklə müxalifləri neytrallaşdırmağa cəhd edir. Bu ölkə hər zaman xarici güclərin çətiri altında olanda özünü daha xoşbəxt hesab edir. O cümlədən də sülh prosesi ilə bağlı rəsmi İrəvan həmin dairələrdən tezislər alır və həmin tezislərə də uyğun davranışlarını sərgiləyir. Ola bilər ki, rəsmi İrəvan bu dəfə sülh prosesində növbəti dəfə manipulyasiyalar etmək üçün bununla bağlı olduğu xarici dairələrdən məhz kəndlərlə bağlı sifarişlər alıb. Eyni zamanda digər tərəfdən Paşinyanın Azərbaycandan kəndlər istəməsinin daxili auditoriyaya hesablanmış bir gediş olduğunu da istisna etmirəm. Deyəsən, bəziləri hələ də yaxın tarixdən, reallıqdan, məğlubiyyətdən yaxşı dərs almayıblar. Onu anlamırlar ki, ərazilərini işğaldan təmizləməyi bacaran xalq bölgədə sülhü qorumaq əzmində, gücündədir həm də. İstənilən təxribata cavab vermək imkanındadır. Tarix də sübut edib ki, təxribatla sülh qazanmaq mümkün deyil. Ən yaxın tarix də onu sübut etdi ki, Azərbaycanla hökm və tələb dili ilə danışmaq heç olmaz. Ermənistan rəhbərliyi bunu nə qədər tez dərk etsə, bölgə bir o qədər daha tez dinçilik tapar deyə təhlilçilər qeyd edirlər.